Sahib Camal bu obanın şairi oldu. Sözü, söhbəti, qələmi, duyğusu bu yurdun ucalığından su içir. Odur ki, misraları toxdur, el canlıdır, yurt oba söykəklidir. Yazılarında bu yurdun, obanın dağı daşı dil açır. Ucalığı tərənnüm olunur, adı, ünvanı yaşayır. Böyüklərimin, ulularımın deyinə görə Böyük Qaramurad adı 16-cı əsrdə qoyulub. Şah İsmayıl Xətainin böyük sərkərdəsi Böyük Qaramuradın adından aydın olaraq olur. Burada olan Duz bulaq, burada olan Gülli bulaq, burada olan Cim bulaq, burada olan Əhməd Dərə bulağı, burada olan Seyid bulağı, burada olan Hasanalı bulağı. Yəni bunların hamısı hər hansı bir insanın adıyla bağlı əlbəttə. Eləcə də bu dağların adı. Məsələn Bozdağ, Bozaran dağ, yəni günün düşdüyü yer. Məsəl üçün Quzey dağ, Quzeyin olduğu yer. Qızıl Quşa Vətən qaya, Çətin dərə, Çətin qaya. Dağ döşündə bitən qaya, daş sahibi tanıdım. Har yetər, har gülay, deyərlər sevgimə laylay. Ay çöl çəmən, yamar, dolay, göç sahibi tanıdım. İl tanıdı, ay tanıdı, sel tanıdı, çay tanıdı, yaz tanıdı, yay tanıdı, qış sahibi tanıdım. Qış keçər yaz telli təpə, ay çiçəkli güllü təpə, selli dərə, yelli təpə, qaş sahibi tanıdım. Qol qanad asmaq öyrənir, göyləri quzumaq öyrənir, o səndən uçmaq öyrənir, quş sahibi tanıdın mı? Qoca qartal tanıyaydın, qoca palıq sınayaydın, gecikibdi qınayaydın, kaş sahibi tanıdın mı? Çörək müqəddəsdir, çörək uludur. Yurtda həqqi çörək var, su var, ab-hava var, qeyrət var, namus var, ar var, yiğitlik var, qəhrəmanlıq var. Yurtda hər şey var. Yurtda insanın özü var. Yəni yurtsuz insan özü ola bilməz. Saqqalımı çal-çal eylə, ürəyimi xal-xal eylə, daş xatırına məzar eylə, gül xətrinə dindurma. Bir də gördün, gərdim gözlə, sən hər yanda məni izlə, yaxşınla yurt təmizlə, təmizliklə öldürmə. Yəni yurt həqqi mənə təmizlik və təmizcəsində yurtda dünyaya gəlmək, yurtda öz dünyanı dəyişmək hər insana müvəssəl olur. Yurtdan qurt törənir, yurtdan bəxt törənir, yurtdan məhv törənir. Yurtdan dünyanın bütün işlərinə qarşı sərtlik törənir. Və əlbəttə, bura yurtdur, atanın ikib getdiyi yurt, övlad üçün daha müqəddəs olur, daha əziz olur, daha əlçatmaz olur. Söz deməyə yetməyən də qüdrətin. Ünvanından söz umduğum bir ev var. Üstündə boğulmağa həsrətin ocağından köz umduğum bir ev var. Burada mənim ünvanım var, adım var. Mən bu evdə göz açmışam həyata. Burada mənim satılmamış odum var, dərdin alım yandırını ayaqda. Özüm gəlsəm nə kədərlən, nə sevim. Həmşərik gəlməyirəm yanına. İstisinə siz qızınız bu evin, üstünü mənə göndər, ayağım. Əslim bu evdəndir, soyum bu evdən. Bu evdə qoymuşam ürəyimi də, havam bu evdəndir. Suyum bu evdən, bu evdə tapmışam çörəyimi.